10-cu suala baxırıq. Şimal yarımkürəsində yerləşən A məntəqəsində günəş şüalarının il ərzində maksimum düşmə bucağı 53,5 dərəcədir. Bu məntəqədə günəş Bakı şəhərindən 100 dəqiqə tez çıxır. A məntəqəsinin coğrafi koordinatlarını müəyyən edin. Günəş şüaları maksimum düşmə bucağını tapmaq üçün bu düsturdan istifadə edib 90 dərəcə çıxılsın. Burada enlik olmadığı üçün enlik minus 23,5. Maksimum düşmə bucağı şimal yarımkürəsində günəş 23,5 dərəcə zenitdə olanda baş verir. Və bərabər edirik 53,5. Buradan biz enliyi tapsaq, enliyimiz olur 60 dərəcə şimal enliyi. Yəni burada çıx işarəsi qoyulduğu üçün deməli şimal enliyidir. Bu məntəqədə günəş Bakı şəhərindən 100 dəqiqə tez çıxır. Bakı şəhərinin coğrafi koordinatı 40 dərəcə şimal enliyi, 50 dərəcə şərq uzunluğudur. 100 dəqiqə bilirik ki, 1 dərəcəni yer 4 dəqiqəyə fırlanır. O zaman 100 dəqiqəni 4-ə bölsək 25 dərəcə alacağıq. Deməli, həmin məntəqə Bakıdan 25 dərəcə şərqdə yerləşir. O zaman 50 dərəcənin üstünə 25 dərəcəni əlavə edirik. 75 dərəcə şərq uzunluğu. Deməli, məntəqənin coğrafi koordinatları 60 şimal enliyi, 75 dərəcə şərq uzunluğu olacaqdır. Cavabımız B variantı.